TikTok və Instagramda 100 minlərlə izlənən həmin o videonun əvvəl və sonrasına baxaqmı? Öncədən deyim ki, ilk dəfə Cənub bölgəsindəydim. Buradakı məşhur Sim kəndində baş çəkməsəm olmazdı. Kəndin səliqəsi, təmizliyi məni çox təəccübləndirdi. Laçın şəhərindən sonra mən ilk dəfə dağından, daşından, hər yerindən bulaq qaynayan gözəllikləri gördüm. Əslində bir gün əvvəl Astaradakı plajdakı suyun təmizliyi, sonrasında Lənkərandakı gölün böyüklüyü haqqında video hazırlaya bilərəm. Ancaq hal-hazırda gəlin Sim şəlaləsinə gedək. Dağın başında parking. Məşqdə elədiyim kardiolar yəqin ki kömək olur. Ha uşaqlar, qoz neçədir? Kim satır qozu? Mən. Ay seni qurban. Mənzərə möhtəşəmdir. Yeri çox dərindir, başım gecələr. Şəlalim buradadır. Xeyli yolumuz var onda. Ay yoruldum artıq. Buradan baxıb qayıtsam. Bunlar çox yaxşı düşünülüb. Çünki hər an başqa cəblənir. Qərə təpə düz getdik. Bayaqdan gəlirik. Uşaqlardan aldığımız qozlarla gedək sındıraq görək. Görürsən, daş qozdur. Mənə də oxşar. Mənim istədiklərim Allahın mənfi nəzərdə tutdu. Bu qədər əziyyətə dəydi. Hələ qar da var burada. Orada minik şeyler bizi Allah'tı. Tatlı qozu oxşuyur. Muhteşem yani. Buradan artık dibimize vurmağa başlayıp şelalenin hərarəti. Bura artık fırtınadır yani. Bu anlatılmaz yaşanır yani. Şimdi buradan düşmeye oğul istəyir. Elimizdeki qozda bize laf mani oldu. Dedik qaydanda alarıq, dediler yok. Qaynan, Ağketayla bura gəlmək planda yok idi diye. Bütün yuxam su. Tamamilə su yani. Mən bundan maşına necə oturum. Bir aydan sonra biz xonçaları işləmək üçün bunların Beləsi biz tapırıq. bunun kilosuna biz ne kadar pul verəcəyik almaq üçün. Xonçaları işləmək üçün. Ya da alsam belə dekorativ. Neydi o? Çöldən baxdım yeşil türbə. İçine girdim, estağfurullah tövbə. O da onun kimidir. Üstü geçək. İçi boş. Ay ay. Maraqlı yerləri axtara gəldik və bura çıxdıq. Ayaqqabım bulaşacaq ora düşdə. Atlayayım.